Elə ki, Peyğəmbərin 2 yaşı tamam olur, onun süd anası Həlimə onu gətirir, anası Əminə xanıma təhvil vermək istəyir. Həlimə deyir ki, o qədər istəyirdim ki, o uşaq yenə bizdə qalsın. Ona görə də Həlimənin Əminə xanımın yanına gəldi və uşağın süddən ayrıldığını və artıq böyük oğlan olduğunu, yəni böyük uşaq olduğunu ərz elədi, amma xahiş etdi ki, mümkünsə o bir müddət də bizim yanımızda qalsın. Bundan sonra Əminənin razılığını aldıq. Əminənin razılığını aldıq və geri qayıtdıq. Lakin hardasa bir 2 ay, oradan qayıdandan 2 ay sonra, ya bir müddət sonra hər halda balaca Muhammed öz süd bacı qardaşları ilə birlikdə bizim xeymənin kənarında oynayanda görürlər ki, 2 nəfər ağ geyimli adam balaca Məhəmmədə yaxınlaşdı və onu yerə yıxdılar və ürəyini çıxardıb əllərində saxladılar. Və bu zaman onun süd qardaşı qaça-qaça gəlib bu hadisəni bizə xəbər verdi və biz tələsik uşağın yanına qaçdıq və ora çatanda gördük ki, uşaq sağ-salamat ayaq üstədir. Amma rəngi ağappaq ağarıb. Və bundan düzü deyir ki, biraz qorxuya düşdük, ehtiyat elədik ki, əmanət uşaqdır, birdən başına nə isə gələ bilər. Ona görə biz onu qaytarmaq qərarına gəldik. Və buna görə də Muhammədi qaytarıb anası Əminəyə təhvil verdik. Əminə onu geri alanda bizdən soruşdu ki, axı 2 ay öncə siz onun geri qayıtmasını bizdən tamam tələb elədiniz, xahiş elədiniz və biz də verdi. İndi nə baş verib ki, siz onu geri qaytarırsınız. Həlimə deyir ki, olayları mən istəmədim Əminə xanıma deyəm, onu narahat eləyəm. Ona görə də dedim ki, Allah onu bu yaşa çatdırdı, bu hala gətirdi, gözəl bir uşaq olub, süddən ayrılıb, ona görə elə istədik ki, sizə qaytaraq verək. Lakin Əminə xanım bizi ilə razılaşmadı və məsələnin mahiyyətini öyrənməyə çalışdı. Əminə xanımın bu qədər təkid elədiyini görəndən sonra mən ona olan hadisələri danışdım ki, bunun haqqında, bunun başına belə bir hadisə gəlib. Əminə xanım buyurdu ki, siz də ondan narahat oldunuz ki, şər qüvvələr, qara qüvvələr mənim uşağıma zərər yetirə bilər. Mən dedim ki, bəli, əlbəttə ondan narahatam. Əminə xanım dedi ki, o uşaq qeyri-adi uşaqdır. Hələ mən ona hamilə olanda ondan məndən bir nur saçmağa başladı. Həmin nurun işığından mən Şam vilayətindəki Busra saraylarını görürdüm. Oranı işıqlandırırdı o nur. Elə ki, nə qədər ki onu bədənimdə saxladım, bətnimdə qaldı, çox yüngül, çox rahat oldum. Elə ki, uşaq dünyaya gəldi, əllərini yerə qoyub başını göylərə qaldırdı və göyün ətrafını seyr elədi. Ona görə də ondan narahat olmayın. Uşağı mənim yanıma qoyun və xudahafizləşin, gedin. Və bununla da balaca Muhammed anasının yanında qalmağa başlayır. Bu hadisə haqqında müxtəlif fikirlər söylənilir. Yəni, bəziləri deyir ki, ümumiyyətlə Peyğəmbərin süd əmər dövrü kil çəkib və bütövlükdə Həlimənin yanında 5 il müddətində qalıb və bu müddət ərzində Həlimə 3 dəfə onu Əminəyə qaytarmaq istəyib və hər birində də yəni ona olan məhəbbəti, bağlılığı
təzədən onu özü ilə aparmağa məcbur eləyib. Yəni bu hadisələri yazırlar ki, məsələn Təbəri bu hadisə barədə yazır ki, Həlimə ilk dəfə peyğəmbəri 2 yaşı tamam olanda süd əmmər dövrü bitəndən sonra Həlimə Əminəyə qaytarır və xahiş edir ki, onu təzədən özünə qaytarsın, uşaq onların yanında qalsın. Yazır ki, 2-ci dəfə hadisə belə olur ki, Həbəşistandan gələn ruhanilər balaca Muhammədi görəndə onun üzərində peyğəmbərlik nişanələrini görürlər. Və səmavi kitablarda qeyd olunduğu kimi ki, yeni bir peyğəmbər gələcək, onun nişanələrindən biri onun kürəyindəki, bədənindəki xalıdır. Yəni bu hadisə belə baş verir ki, Həbəşistandan gələn ruhanilər balaca Muhammədi oynayarkən görürlər və onun bədənindəki peyğəmbərlik xalını görürlər. Və istəyirlər ki, o uşağı özləri ilə götürüb Həbəşistana aparsınlar və yeni gələcək peyğəmbərin onların arasında olmasından iftixar eləsinlər və bu şans onlara nəsib olsun. Həqiqətən də Quran-ı Kərim də səmavi kitablarda peyğəmbərin gələcəyi, əvvəlki peyğəmbərlərin sonuncu peyğəmbərin gəlməsi haqqında müjdə verdiklərini deyir. Məsələn, Quran-ı Kərim buyurur ki, onu da xatırla ki, bir vaxt Məryəm oğlu İsa belə demişdir. Ey İsrail oğulları, həqiqətən mən özümdən əvvəl nazil olmuş Tövratı təsdiq edən və məndən sonra gələcək Əhməd adlı bir peyğəmbərlə sizə müjdə verən Allahın elçisiyəm. Sonra İsa yaxud Muhammed əleyhissalam onlara açıq-aşkar möcüzə göstərdikdə onlar bu açıq-aşkar sehirdir dedilər. Yəni Quran-ı Kərim də bu ayə ilə təsdiq edir ki, əvvəlki kitablar peyğəmbərin gəlişini, Əhməd adlı bir peyğəmbərin gəlişini müjdə veriblər və həmən bu ruhanilər də, Həbəş ruhaniləri də Tövrat və İncildə bu ayətləri oxuduqları üçün sonuncu peyğəmbərin axtarışındaydılar. Bu hadisədən sonra da Həlimə xanım peyğəmbəri anasına qaytarmağa çalışır, lakin onun sevgisi, onun ürəyində olan bağlılıq yenə də uşağı özündə saxlamağa məcbur eləyir. 3-cü dəfə isə yazırlar ki, bəs Peyğəmbər əleyhissalam Peyğəmbər əleyhissalamın o ağ geyimli kişilərin onun ürəyini çıxarması və onun ürəyinə möhür vuraraq yenidən öz yerinə qoyması hadisəsi baş verəndən sonra Həlimə onu aparıb yaxınlarına təhvil verir. Və bununla da Peyğəmbərin südəmərlik dövrü, uşaqlıq dövrü sona yetir. Və Peyğəmbər həm birinci süd anası ki, bayaq onun adını qeyd elədik, Subəyyə idi, həm də ikinci süd anası haqqında həmişə soraqda olurdu, onlardan hal-əhval bilirdi. Hətta Xədicə ilə evlənəndən sonra Xədicə Subəyyəni Əbu Ləhəbdən alıb azad etmək istəyir. Amma Əbu Ləhəb onunla razılaşmır. Amma Peyğəmbər sonradan da onun haqqında soraqlaşır, lakin onun dünyadan köçdüyü xəbərini eşidir və onun oğlu, yəni Peyğəmbərin süd qardaşı Məshurun haqqında soruşur. O da deyir ki, bəs o da anasından əvvəl dünyasını dəyişmişdir. Amma Həlimə haqqında bir çox yazılar var ki, qeyd edirlər ki, Peyğəmbər Xədicə ilə evlənəndən sonra
Həlimə xanım onun yanına gəlir. Peyğəmbər ona çox böyük ehtiram göstərir, çoxlu deyək ki, hədiyyələr verir və yola salır. Həmişə onun bir ana kimi hörmətini saxlayır. Həlimə xanım, tarixçilər yazırlar ki, Məkkə fəth olunmamışdan qabaq dünyasını dəyişir. Məkkə fəth olandan sonra onun bacısı Peyğəmbərin yanına gəlir. Peyğəmbər ondan Həliməni, yəni süd anasına soruşanda onun vəfat etdiyini söyləyir. Yazırlar ki, Peyğəmbər onun vəfat etdiyini eşidəndə gözləri yaşla dolur. Və onun sağ qalanları haqqında soruşur və bacısı deyək ki, onlar haqqında Peyğəmbərə məlumat verir və Peyğəmbər də onların hər birinə ayrı-ayrılıqda hədiyyələr göndərir. Peyğəmbər əleyhissalamın deməli başına gələn o iki mələyin gəlməsi, onun Peyğəmbərin ürəyini çıxartması, bəzi rəvayətlərdə onu buzla yuması, bəzi rəvayətdə süddən ağ bir suyla yuyulması, bu barədə inşallah ki, gələn bəhsimizdə geniş söhbət açacağıq. Vəssalamu aleykum və rəhmətullah və bərəkatuhu.